أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم ولله على الناس حج البيت من استطاع إليه سبيلا ومن كفر فإن الله غني عن العالمين صدق الله العلي العظيم. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, Allah bu ayda, bu günlərdə etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları uca Rəbbimizə əl açaraq onun dərgahına etdiyimiz bütün dua və hacət və mətləbləri bizdən ali dərəcədə qəbul eləsin inşallah. Allah qəlbimizdən kini, küdurəti, şeytənəti, vəsvəsəni, paxıllığı, pisliyi uzaq eləsin. Qəlbimizi iman nuru ilə nurlandırsın və dövrümüzün, zamanımızın sonuncu xilaskarımızın zuhurunda təcil eləsin inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, möminələr, səsimizi eşidən əzizlərimiz, bildiyimiz kimi mübarək ayın mübarək bir günündəyik. Bildiyimiz kimi bu ay həcc ayıdır, zilhiccə ayıdır. Allah gedənlərə dübarə gedməyib arzusunda, intizarında olanlara Allah öz beytini, Kəbə-i Müəzzəməni ziyarət etməyi nəsib eləsin inşallah. Bu ay həmi mübarək aydır, bugündəki cümə günüdür. Cümə günü də mübarək bir gündür, bərəkətli bir gündür, əzəmətli bir gündür.